Sülh danışıqlarının davam etdiyi bir vaxtda Ermənistanın təxribatları dayanmaq bilmir. 2 gündə atəşkəsi pozan Ermənistan ordusu bugün də mövqelərimizi atəşə tutub. Bəs bu sülh prosesinə hansı təsirləri göstərəcək? Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması bölgədə gərginliyi artırıb. Atəşkəs rejiminin pozulması tərəflər arasında yeni bir qarşıdurma riskini gündəmə gətirir. Siyasi şərhçi Aydın Quliyev deyir ki, sülh sazişinin mətnini təsdiqləməsi əslində sadəcə Ermənistanın qarşıdurmada, müharibədə, təxribatlarda maraqlı olduğunu gizlətmək üçün bir şətirdir. Şərhçilər deyir, regionda təhlükəsizliyin təmin olunması üçün beynəlxalq vasitəçilərin də bu cür təxribatlara münasibət bildirməsi vacibdir. Onun dirijor çubuğu ilə hərəkət edən qərb ölkələri, təşkilatları bax bu məsələləri görmürlər və davamlı olaraq Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməklə məşğul olurlar. Amma Ermənistanın bilərəkdən atəşkəsi pozmasını və əslində mən deyərdim ki, sülhə atəş açmasını, sülh sazişinə atəş açmasını onlar görməzdən gəlirlər. Buna baxmayaraq Azərbaycan dəmir iradəsi Ermənistanı artıq görürsünüz ki, sülh sazişi bəndlərini razılaşdırma həddinə qədər gətirib çıxardıbdır və bu dəmir iradə və elə həm də dəmir yumruq sülh sazişinin imzalanması məsələsini də gerçəkləşdirəcəkdir. Şərhçilər hesab edir ki, Ermənistanın təxribatları məqsədli şəkildə bölgədə gərginliyi artırmağa və sülh prosesini ləngitməyə yönəlib. Fidan Səfər, Nahidə Məmmədova, Əsgər İbrahimli, SPAY xəbər.